Salam dəyərli dostlar. Bugün mən sizə yaşıl üzlü testdən köməkçilik hissələrinin izahını verməyə çalışacağam. Birinci testə baxaq. Klasteri tamamlayacaq fikirləri müəyyən edin. Deməli, birdə dedik ki, hərçənd bağlayıcı həmçinin üzvləri əlaqələndirə bilməz. Bir doğru olacaqdır. Çünki hərçənd bağlayıcı tabelilik bağlayıcıdır. Tabelilik bağlayıcı da heç vaxt həmçinin üzvləri bir-birinə bağlaya bilmir. İlə bağlayıcı həmçinin xəbərləri əlaqələndirə bilmir. 2 yanlışdır. Bu kitab Emil ilə Elçinindir. H ədatı əmr şəklində olan feildən sonra işlənərsə qüvvətlendirici ədad olmur. Bəli, əmr şəklində olan feildən sonra işlənərsə H əmr ədəti olacaq. 3 də doğrudur. Tərəf sözü müxtəlif qrammatik mənalar olsa da həm qoşma, həm isim kimi qrammatik mənaya malikdir. Leksik məna ifadə etməyə bilər. Qoşma kimi işləndikdə leksik məna ifadə etməyəcək. 4 doğrudur. Bu mövzunu yerindəcə həll etdiyi cümləsində vurğu qəbul etməyən qoşma işlənmişdir. Bu ümumiyyətlə bu cümlədə qoşma işlənmədiyi üçün 5 də yanlışdır. A variantı testin doğru cavabıdır. Nə bağlayıcısı aşağıdakı cümlələrdən birində fərqli funksiya daşıyır. Belə başa düşürəm ki, nə sən bizi göndərəcəksən, nə də onlar göndərəcək. Burada xəbər ixtisar olunub. Nə də burada cümlələri bir-birinə bağlayıbdır. Bu müalicədən sonra nə onun əlləri əsdi, nə də gözləri qaraldı. Nə etdi? Əsdi, nə onun əlləri qaraldı, nə gözləri. Burada da deməli cümlələri bir-birinə bağlayıbdır. Yəqin bilmirsiniz ki, nə səni çağırıbdı, nə də məni çağırıbdı. Nə etdi? Çağırıbdı. Kimi səni, burada. Kimi səni, kimi məni, kim o. Burada deməli sadə cümlə olacaqdır. Həmcins üzvlər var. Həmcins üzvlər bir-birinə bağlayıb. Nə kitab oxuyur, nə də mən təkid edirəm. Nə edir? Oxuyur. Kim o? Nə edir? Təkid edirəm. Kim? Nə edirəm? Təkid edirəm. Kim? Mən. Burada da cümlələri bir-birinə bağlayıbdır. Nə istəyirdisə onların hamısını biz verdik. Burada ümumiyyətlə nə də bağlayıcı olmadığı üçün E variantına baxmayacaq. Deməli, burada bağlayıcı olan cümlələrdə A-da, B-də, D-də deməli, nə də bağlayıcısı cümlələri bir-birinə bağlayır. C variantında isə həmcins sözləri bir-birinə bağladığı üçün fərqli olan C bəndidir. Cümlələr bağlayıcının ifadə məqamına görə 2 qruplaşdırsaq, hansı kənarda qalacaqdır? Baxaq, hərçənd ki, deməli, burada hərçənd tabeli mürəkkəb cümlələri bir-birinə bağlanmış olacaqdır. Yəni, mürəkkəb cümləni bir-birinə bağlayır. O köy çəmənləri yağış da isladır, göz yaşı da isladır. Deməli, o göy çəmənləri yağışdır. Nə idi? İsladır, nə yağış? Göz yaşı da isladır. Nə idi? İsladır, nə göz yaşı da. Burada da dadə mürəkkəb cümlənin tərkibləri arasında işlənibdir. Ana soyuqdan donmuşdu, uşaq isə sağ-salamat qalır. Deməli, burada tabesiz mürəkkəb cümlədir. Burada da tabesiz mürəkkəb cümlədir. Tabesiz. Siz. Burada tabeli. Sonra 4-ə baxaq. Mən xəstə idim ona görə ki, burada da tabeli mürəkkəb cümlədir. Ya sizin kitabları gətirsin, ya da bizimkilər gətirsin. Burada isə sadə cümlədə həmcins üzvləri bir-birinə bağlayıbdır. Deməli, biz tabelilərlə tabeli, yəni 1 ilə 4-ü, 2 ilə 3-ü qruplaşdırsaq, 5 burada tək qalacaq, testin doğru cavabı olacaq. İndi ki gəlirsiniz, yemək üçün gəlsə də dünənkilər də gətirin. Cümləyə əsasən uyğunluğu müəyyən etməliyik 4-cü testdə. Fərqləndirilən hissə, sən də belə düşünürsən, cümləsində fərqləndirən əvəziyi əvəz edə bilər. Fərqləndirən hissə dadədir, o da köməkçilik hissəsidir. Əvəzlik də ancaq əsaslı hissələri əvəz elədiyi üçün, burada da belə sözü əvəzlik olduğu üçün fərqləndirən hissəni əvəz eləyə bilməz. Ona görə bir yanlışdır. 3 fərqli köməkçilik hissəsi işlənibdir. İndiki bağlayıcısı var. Gəlsə dadə ədatı var. Dünənkiləri dədə bağlayıcısı var. 3 fərqli kömək, ikisi bir-birinə amonimdir. Dədə bağlayıcısı, dadə ədatı bir-birinə amonimdir. 2-ni doğru cavab kimi götürürük. 2 ədatdır. Zaman zərfi ilə birgə işlənərək baş cümləni budaq cümləyə bağlayan vasitə formalaşıb. İndi ki, burada bütövlükdə
bağlayıcı mövqeyindədir indiki. Ona görə 3 yanlış olacaqdır. Yanlışın altından doğrudur. Məqsəd səhvli işlənibdir. Deməli, yemək üçün gəlsə də məqsəd səhvlidir. 4-ü götürə bilmərik. 2-3B variantı testin doğru cavabıdır. 5-ci testlə davam edirik. Ədad ilə bağlı verilmiş fikirlərdən hansında uyğunluq gözlənilmişdir? Kaş ədadından fərqli olaraq heç də ədadı quruluşca mürəkkəbdir. Bu fikir yanlışdır. Çünki həm kaşi, həm də heç də ədadı quruluşca mürəkkəb ədadır. Qabağına doğru yazıldığı üçün 5-i biz doğru cavab kimi götürmürük. Uyğunsuzdur bu. Gərək və gərək ki sözləri ədad kimi işlənə bilir. Gərək işlənə bilir, amma gərək ki deməli işlənə bilmir. Modal söz kimi işlənəcək. Bu fikir yanlışdır. Qabağına doğru yazıldığı üçün B bəndini götürmürük. Bunları etsə də ancaq bizimkilər cümləsində ədadla amonim olan bağlayıcı işlənməyibdir. Ədadla amonim olan bağlayıcı burada işlənməyibdir deyir burada. Dadə özü deməli burada ədad mövqeyində çıxış eləyibdir. Ancaq bizimkilər də bu da ədad mövqeyində çıxış eləyibdir. Hər ikisi ədad olduğu üçün ədədlə amonim olan bağlayıcı burada işlənməyibdir. Fikir doğrudur. Qabağına yanlış yazıldığı üçün C bəndini götürmürük. Bizə də gəlsəydin yaxşı olardı. Ədadı arzu şəklində olan feillə işlənməyibdir. Gəlsəydin sazisər şər şəklində olan feillə işlənibdir. Bircə ədadı burada. Bu fikir doğrudur. Qabağına da doğru yazıldığı üçün D-ni doğru cavab kimi götürürük. Açılmır düyünü bu torpağın ki burada ədad kimi işlənibdir. Nümunəsində bağlayıcı ilə amonim olan ədad işlənibdir. Bu fikir yanlışdır. Çünki elə ədadın özüdür. Bağlayıcı ilə amonim olan deməli ədad işlənir. Daha doğrusu düzdür bu. Ədadın özüdür. Bağlayıcı ilə də amonimdir. Bu fikir doğrudur. Qabağına yanlış yazıldığı üçün E bəndində doğru cavab kimi götürə bilmərik. Bir ailə verərdi bir bisutini badə, vay, necə də qorxulu idi cümləsinin təhlilinə aid olan fikri müəyyənləşdirməliyik. Qorxu və narahatlıq bildirən iki nida. Burada bir dənə nida işlənibdir, vay. Ah sözü burada isimdir. Deməli, A variantı yanlışdır. Qorxu və narahatlıq bildirən iki nida işlənir. Fikir yanlışdır. Həm ədad, həm də nida işlənmiş cümlədə isimlə amonimli olan nida da işlənibdir. Ah özü burada isim olduğu üçün yenə də B bəndi səhvdir. Vay sözünün isimlə amonimliyi yoxdur. Fərqləndirilən nidanın tələbinə görə, fərqləndirilən söz nida deyil, isimdir. Ədadı çox zərfi ilə əvəz etmək mümkündür. Necə də qorxulu idi, çox qorxulu idi. Çox sözünü orada qoysaq, ədad zərf olmayacaqdır, ədad olacaqdır. Ona görə ümumiyyətlə ədadı zərflə əvəz etmək mümkün deyil. Fikir olaraq tamamilə yanlışdır. D bəndi səhvdir. Cümlədə cəmi bir nida işlənib, həmçinin nida ilə amonim olan söz işlənib. Vay nidadır, ah da nida ilə amonim olan sözdür. Doğru cavab E bəndidir. 7-ci testlə davam edirik. Cədvəllər əsasən uyğunluğu müəyyənləşdirməliyik. Bu tipli cədvəllərdə biz doğru cavab əsasən tapırıq cavabları. Deməli, biri əgər biz D yazsaq, birə D yazsaq, baxaq görək A-da nə deyir? Deyir ki, modal sözü işlənmiş, bunun da bağlayıcı işlənməyib. Bəli, əlbəttə modal işlənib, bağlayıcı işlənməyibdir. A doğrudur. C-yə baxsaq, məhdudlaşdırıcı ədad işlənib, həmin ədad sifətlə amonim deyil. Yalnız bu keyfiyyət olmasaydı, yalnız sözü məhdudlaşdırıcı ədaddır və onun amonimliyi yoxdur. Çünki vurğusu dəyişmə ilə mənası dəyişən sözlər sırasındadır. Bir D olanda AG doğru olduğu üçün testin doğru cavabıdır. Bir D olanda AG doğrudur. C-yə baxsaq, sa ilə amonim olan ədad işlənibdir. Həmçinin sifətlə amonim olan düzəltmə modal söz işlənibdir. Ümumiyyətlə, düzəltmə modal söz olmur, dostlar. Modal sözlər köməkçi isə quruşsa ya mürəkkəb sadə və mürəkkəb olur, ya da qoşma nəzərdə tutsa ancaq sadə olacaq. Ona görə bir D olanda C variantı ola bilməz. Bir D olanda C variantı ola bilmədiyi üçün D variantı da səhvdir. Bir B olarsa, əfsus ki qocaldım, ağacım düşdü əlimdən, heyf, cavanlıq. A-da deyir ki, modal söz işlənmiş, bunda bağlayıcı işlənməyibdir. Ağacım düşdü əlimdən, heyf. A doğrudur. F-ə baxırıq. Qrammatik mənası olmayan sözlər işlənmiş bu nümunədə mürəkkəb modal sözü işlənibdir. Əfsus ki
Bu da doğrudur. C-yə baxırıq. Məhdudlaşdırıcı ədəd işlənibdir. Burada məhdudlaşdırıcı ədəd yoxdur. Ona görə 1B olanda C variantı ola bilməz. 1B olanda C variantı olmadığı üçün E variantı yanlışdır. 8-ci testdən davam edirik. Köməkçilik hissələrlə bağlı hansı fikirlər uyğunluğu ödəyir? Doğrunun altına doğru, ehtimal yanlış. Bir nida müxtəlif məzmunda düşünülə bilər. Bu fikir doğrudur. Məsələn, of nidası sevinç də bildirə bilər, təəccüb də bildirə bilər, qəm-kədər də bildirə bilər. Xülasə, nəhayət modal sözləri müxtəsər modal sözlərinin fərqli olaraq amonim deyil. Bunların deməli heç biri amonim deyil. Amonimlik yarada bilmir, çünki vurğu fərqi yaradır burada. Deməli, fərqlilik hissəsi kimi işləndikdə, ona görə bu fikir yanlışdır, doğrunun altına götürülə bilməz. Məktubları oxudun cümləsinə əmr ədatı işlənmişdir. Bu ehtimaldır. Əgər biz oxudun sözünü oxudun bu formada düşünsək, oradakı əmr ədatı olacaqdır. Yox, əgər biz bunu oxu üstə gəlsin, üstə gəlsin kimi olduqda bu xəbər şəklində olacaq. Burada əmr ədatı yox. Deməli, qüvvətləndirici ədəd olacaq. Ona görə bu ehtimal olacaqdır. 3-ü doğru cavab kimi götürəcəyik. Məncə onlar da gələcək cümləsində 2 əvəzli, 2 köməkçilik hissəsi olduğunu düşünə bilər. Məncə burada modal sözdür. Burada bir dənə deməli əvəzli olacaqdır. O da onlar sözü. Ona görə 4 yanlışdır. Ehtimalın altına verilə bilməz. Demə, səni də çağırıblar. Cümləsində ilk sözü modal söz olmasını əminlə demək olmur. Bəli, deməni biz fe'l kimi də düşünə biləcəyik. Demə. Səni də çağırıblar. Hər hansı bir məlumatı demə, səni də çağırıblar. Məsələn, bu formada elədikdə fe'l kimi götürə bilər. 5, deməli, doğru cavabı olduğu üçün 5-i yanlışın altına götürə bilmərik. Yəni, bağlayıcısı tabelsiz mürəkkəb cümlələri və həmci sözlərin tərəflərini bağlayır. Yəni, məsələn, həmci sözlərin tərəflərini bir-birinə bağlaya bilmir. 6 yanlışdır. Yanlışın altında doğru cavabı olduğu üçün testin doğru cavabı A bəndidir. Uyğunluğu müəyyənləşdirin. Yalnız qoşma fərqli tələffüz olunur. Yalnız qoşmanın qoşulduğu sözün kökü fərqli tələffüz olunur. Həm qoşma, həm də həm qoşmalı söz, həm də qoşma fərqli tələffüz olunur. Deməli, baxaq, babıya tərəf yalnız qoşmanın qoşulduğu sözün kökü babıya tərəf fərqli tələffüz olunur. 2-ni A-nı götürdük 2-yə. B-yə baxırıq. Məndən başqa. Burada yalnız qoşmanın qoşulduğu sözün kökü. Bu sözün kökü məndir. Burada da tələffüzdə məndən, şəkilçidə dəyişiklik olduğu üçün B bəndini götürməyəcək heç birinə. Çünki heç bir maddəyə uyğun getməyəcəkdir. Ona görə B olan variantları dərhal silsək, elə 2 variantımız gedəcəkdir. C-yə baxaq. İnsanlığa aid. İnsanlığa aid. Burada həm insanlıq, həm qoşmanın qoşulduğu söz, həm də aid sözünə Y əlavə olunur, A özünün tələffüz olunur. Hər ikisi fərqli tələffüz olunduğu üçün C bəndi 3-ə gedəcəkdir. Müharibədən qabaq. Bu, deməli, yalnız qoşma fərqli tələffüz olunmuş olacaqdır burada. D-ni buraya yazdıq. Müharibədən qabaq X kimi tələffüz olunacaq. Həyata dair yenə də Y əlavə olunacaqdır və A uzun tələffüz olunacaqdır burada. Yalnız qoşma fərqli tələffüz olunacaq. Deməli, 1 D, E, 2 A, E, deməli A, F-ə baxsaq, dərd kimi qoşma, deməli, burada da qoşmanın qoşulduğu sözün kökü fərqli tələffüz olunacaq. 1 D, 2 A, F, 3 C. E variantı testinin doğru cavabı. Elə Vahid də inanır ki, iclasdan sonra ciddi müzakirə olacaq. Cümləsində altından xətt çəkilmiş sözlərin hər üçü baxaq, amonim kimi işlənə bilər. Müxtəlif köməkçi hissələrə aiddir. Düzdür bu. Amonim kimi işlənə bilər. Elə həm ədat, həm bağlayıcı, həm fe'l kimi amonimdir ki, ədat və bağlayıcı kimi, sonra da zərf və qoşma kimi amonimdir. Bir doğrudur. Bütün məqamlarda sinonimlər ilə əvəz oluna bilər. Bu fikir yanlış olacaqdır. Məsələn ki, bütün məqamlarda sinonimlər ilə əvəz oluna bilməz. Müstəqil suala cavab deyir və köməkçinin hissəsi müstəqil suala cavab vermir.
Məsələn, elə sözdə, məsələn, əsl vahid, elə əsl məsəldə əsl vahid də inanırdı ki, əsl sözünü burada onunla əvəz edə bilməyəcək. Yəni 2-yi nəzərdə tuturam. Aid olduğu sözlə birlikdə cümlə üzvü olur. Deməli, bu qoşmaya aid, hamısına aid deyil, 4 səhvdir. Həmişə müxtəlif məna bildirir. Bu yanlışdır. Müxtəlif məna çaları əmələ gətirən yalnız qoşma olur. Doğru cavab A variantı olacaq. Hansı bağlayıcı həmçinin sözlərin tərəflərini əlaqələndirə bilmir? Burada doğru cavab C variantı olacaq. Çünki tabelik bağlayıcıdır. Tabelik bağlayıcı ancaq tabeli mürəkkəb cümlələrin tərəflərini bir-birinə bağlayır. 12-ci sualla davam edirik dostlar. Deyir ki, qoşmanın ifadə etdiyi məzmunu əminlə müəyyən etmək olmaz. Bu Eyler-Venn diaqramı hər hansı bir xanasına yazmaq olar. Zahid oxuyan kimi heç kəs oxuya bilmir. Oxuya bilmir. Necə? Zahid oxuyan kimi. Bir də Zahid oxuyan kimi heç kəs oxuya bilmir. Nə zaman? Zahid oxuyan kimi. Kimi burada həm bənzətmə də zaman məzmunu ifadə etdiyi üçün bu 1-ə gedəcəkdir. İki istiqamət qoşması işlənmişdi. Hər ikisi amonimdir. Burada tərəf sözü isimdir. Çünki o qoşma kimi işləndikdə ancaq yönlük hala qoşulur. Burada adlıq hala qoşulduğu üçün qoşma deyil. 2 dənə qoşma işlənən burada 2 istiqamət qoşması işlənən cümlə yoxdur. Ona görə B variantını heç birinə yazmırıq. C-yə baxırıq. 2 qoşma işlənmiş bu cümlədə qoşmalı sözlər cümlə ifadə vasitəsi deyil. Deməli baxaq. Səndən savayı iş üçün yanan yoxdur. Deməli, 2 qoşma işlənmişdir. Bu cümlədə qoşmalı sözlər cümlə ifadə vasitəsi deyil. Səndən savayı iş üçün yanan yoxdur. Kim yoxdur? Səndən savayı iş üçün yanan. Burada qoşmalı sözlər cümlə ifadə vasitəsi deyil. Savayı və üçün qoşmadır. Ona görə C variantını biz 3-ə əlavə edə bilərik. Yəni, burada nəyin yerinə? 3-ün yerinə yaza bilərik. D-yə baxırıq. Cəmi bir qoşma işlənmiş bu cümlədə qoşma ilə amonim olan söz də işlənibdir. Sarı sözüdür burada. Qoşma işlənibdir. Qoşma ilə amonim olan söz də tərəfdir. D bəndində biz aid edə bilərik 2-nin yerinə. Uşaqlardan 3-ü tədbirə uşaqların 3-ünü tədbirə çağırılır cümləsində sa ilə amonim olan qoşma işlənmişdir. Burada 3 sözün başlanğıc forması 3-dür. Qoşma olduqda heç başlanğıc forması 3-ün olduğu bu amonim sayıla bilməz. Ümumiyyətlə, 3-ün ötürü görə, savayı haqqında, haqda barəsində bu tipli qoşmalar ancaq qoşma kimi işlənir, amonimlik yaratmır. E variantı yanlış olacaqdır. Deməli, burada 3 fikir doğru olduğu üçün testin doğru cavabı C bəndidir. Deyir, hansı cümlə heç bir sual işarəsinin yerinə yazıla bilməz? Oxla uyğunlaşmış cümlələr köməkçi hissələrin bir-birlə sinonimidir. Torpaqlara qaytarmaqdan ötürü çox çalışmışdıq. Deməli, burada birinci çalışıblar. Deməli, burada olacaqdır ötürü sözü məqsəd qoşması. Zəhmət verdiyinə görə bağışlayın. Səbəb və məqsəd. Bunları da sinonim axtaracaq. Hər kəs öz bacarığına görə nə bacarır onu, bu 1 ola bilməz. Ona görə doğru cavab kimi 1-i götürəcək. Bizə yazıla bilməz deyə. Çünki bu burada səbəb məqsəd məzmunu ifadə edib sinonimlik yarada bilmir. Aysel vahidi qoruduğu üçün burada səbəb məzmunu ifadə edir. 3-ün sinonim ola bilər. 2-ni götürmürük. Qonaqları qarşılamaq üçün məqsəd məzmunu ifadə edir. Elə sahildə böyük xidmətləri olduğu üçün burada səbəb məzmunu ifadə edir. Mən adətim üzrə 5-i də götürəcək. Bu da səbəb məqsəd məzmunu ifadə etmədiyi üçün testin doğru cavabı 13-də B bəndidir. Yəni bağlayıcı. Qrammatik mənası yoxdur. Bu fikir ümumiyyətlə səhvdir. A bəndi. Çünki qrammatik mənası olmayan köməkçi hissəsi yoxdur. Amonim ədatdır. Yəni, ədat kimi, bağlayıcı kimi amonimi var. Amma amma sözü ümumiyyətlə ədat deyil. Yəni, B bəndi səhvdir. Cümlə üzvlərini əlaqələndirir. Lakin və deməli, yəni bağlayıcı mövqedə olduqda cümlə üzvlərini, həmcins sözləri bir-birinə bağlaya bilmir deyənə 1 ümumiyyətlə oraya yazıla bilməz. Səhvdir. Sadə cümlədə işlənir. Bu da əgər bağlayıcısına aid olmadığı üçün D variantı yanlışdır. İki cür düşünülə bilər. Yəni bağlayıcı və ədat kimi.
Deməli, iki cür düşün. Həm əmr ədatı kimi, həm qüvvətləndirici ədat kimi, hətta bağlayıcı ədat kimi. Ona görə E variantı testinin doğru cavabıdır. 15 ilə davam edirik. Səhv ikilərin sayını müəyyən edin. Deyir, bunları vaxtında çatdırın ha cümləsində köməkçinin hissəsinin məna qrupu cümlədəki başqa sözlərə əsasən müəyyən edir. Bir doğrudur. Ha burada feilə əsasən müəyyən edirik. Çatdırın sözü əmr şəklində olduğu üçün ha əmr ədatıdır. Əmr şəklində olmasaydı ha əmr ədatı ola bilməzdi. İlə qoşması samitlə bitən sözlərdə həm ayrı, həm də bitişik yazılır. Deməli, 2 doğru olacaqdır. Həm bitişik, həm ayrı yazıla bilər. Torpaqla sözü qoşma kimi düşünüldükdə torpaqla kimi tələffüz edilir. Bir səhvdir, torpaqla olardı, əgər qoşma kimi düşünülsəydi. Ona görə orada 3 səhv olmuş olacaqdır. Məncə oxusan alınar cümləsinə 3 müxtəlif nitq hissəsinə aid olan söz işlənibdir. Deməli, mən burada əvəzlikdir, C qoşmadır. Oxumaq feildir, alınar feildir. Bəli, 3 müxtəlif nitq hissəsi var. 4-ü götürürük. Deməli, əsasən qoşma və modal söz kimi işlənir. Amonimliyi mövcuddur. Deməli, əsasən sözü qoşma və amonim kimi işlənir. Amonimliyi mövcuddur. 5 də doğrudur. Səhv ikilərin sayını istədiyi üçün testin doğru cavabı A bəndidir. Yalnız 3 səhvdir burada. Hansı cümlədə əsas nitq hissəsi ilə amonimliyi olan 2 köməkçi nitq hissəsi işlənmişdir? Görəsən, burada heç kimə, burada yoxdur. Axı qəbul olsa belə sözü götürürük. Seçdiyi yeri də, əsas nitq hissəsi ilə amonim olan bir dənə var. Hətta sən də bilirsən ki, onu burada yoxdur. Sən burada olduqca, əsas nitq hissəsi ilə amonim olan olduqda səndən sonranı götürürük. Yenidən elə o, yerinə elə o gəlsin, elə sözünü götürürük. Bunlar əsas nitq hissəsi ilə amonimli olan qoşma və ədatdır. Xülasə, amonimliyi yoxdur. Siz ya o, ya da müdür qarşılasa belə. Bir dənə belə sözü var burada. Ona görə E bəndini götürmürük. Cümləni tamamlamaq üçün nöqtələrin yerinə uyğun gələn ifadənin ardıcıllığını müəyyənləşdirin. Bağlayıcı cümlələr arasında əlaqə yaradır, lakin həmçinin sözlər arasında əlaqə yaratmır. Amma həmçinin sözlər arasında əlaqə yaradır. Ona görə biz birinciyə aid edə bilmərik. Bu səhvdir. Birinciyə aid. Hətta həmçinin sözlər arasında əlaqə yaradır. İkini götürə bilmərik. Belə ki, bağlayıcı cümlələr arasında əlaqə yaradır, lakin həmçinin sözlər arasında əlaqə yarada bilmir. Ona görə 3-ü götürdük. Burada doğru cavab kimi həmçinin sözlər arasında əlaqə yaradır, ilə də yarada bilir. İkinciyə baxaq. Bağlayıcı həmçinin sözlər arasında əlaqə yaradır, lakin cümlələri bir-birinə bağlaya bilmir, amma bağlaya bilir. Hətta cümlələri bir-birinə bağlaya bilir. Deməli, həmçinin sözlər arasında əlaqə yaradır, lakin cümlələri bir-birinə bağlaya bilmir. 2 səhvdir, çünki həmçinin sözlər arasında əlaqə yarada bilir. Hətta, deməli, həmçinin sözlər arasında əlaqə yaradır, həm də cümlələri bir-birinə bağlayır. İlə həmçinin sözlər arasında əlaqə yaratsa da, deməli, həmçinin sözlər arasında əlaqə yaratsa da, mürəkkəb cümlələri bir-birinə bağlaya bilmir. 5 doğru olacaqdır ikinciyə. Deməli, birincidə belə ki, bağlayıcı cümlələr arasında əlaqə yaradır, amma həmçinin sözləri bir-birinə bağlaya bilmir. İlə də həmçinin sözləri bir-birinə bağlayır, əksinə. Cümlə üzvlərini bir-birinə, həmçinin sözləri bir-birinə bağlayır, amma mürəkkəb cümlələrin tərəflərini bir-birinə bağlaya bilmir. 3-5 D bəndi testinin doğru cavabıdır. Həm bağlayıcı, həm də ədat kimi işlənə bilən sözləri hansı cümlədə verilmişdir? Baxaq, yəni sözü həm bağlayıcı, həm ədat kimi işlənəcəkdir. Sonra onda yoxdur, onda yoxdur. Həm bağlayıcı, həm ədat kimi işlənsin. Artıq səni dəni götürəcəyik burada, ancağı götürəcəyik. 1, 4, 5 D bəndi testinin doğru cavabıdır. Ha, əmr ədatına amonimi işlənən cümlələri seçin. Bunları sabaha qədər göndərin. Ha, əmr ədatı amonim olsun. Burada göndərin özü əmr ədatıdır burada ha. Çünki göndərin feilin əmr şəklindədir. Aparacaq ha 2-ni götürəcəyik burada. Çünki burada əmr ədatı deyil, qüvvətləndirici ədatdır. Aparacaq xəbər şəklindədir.
Bir də 3-ü götürəcəyik. Burada daha əmr ədatını deyil. Hər nə desə də baxmayım ha gərək. Baxmayım əmr şəklindədir. Halda burada əmr ədatı olmuş olacaqdır. Ona görə amonimlik yarada bilmir əmr ədatla. 2-3 A variantı testin doğru cavabıdır. Hansı cümlədə bağlayıcı işlənib? A bəndində bağlayıcı yoxdur, B-də də yoxdur. Çağırsa da burada ədatdır. Sahəsindən sonra gələn da ədat olur. Bu ki qoltuqlarda gəzib dolanır, burada da yoxdur. Dövlət ki var, həm də burada bağlayıcıdır. Ona görə E variantı testinin doğru cavabıdır. Verilən xüsusiyyətlərindən ikisinə uyğun olan nümunəni müəyyən etməliyik. Baxaq, 3 müxtəlif nitq hissəsi kimi doğru sözü evə doğru danışmaq, doğru söz işlənə bilir. Leksik amonimlik yarada bilmir. Bu doğrudur, doğruya aid doğru cavabdır. Yalnız qoşma kimi işlənir, səhvdir. Fərqlənmə seçilmə mənasını ifadə edir, səhvdir. Amonim xüsusiyyətinə malik deyil, ikisinə uyğun gəlməlidir burada. Bu da səhvdir. Ümumi qrammatik mənası olmayan sözlə amonimlik təşkil edir. Ümumi qrammatik mənası olmayan söz əvəzlikdir. Əvəzliklə də amonim təşkil etmir. Bir dənə fikir uyğun olduğu üçün A-nı götürmürük. Sonra savayı sözünə baxırıq. Deyir, 3 müxtəlif nitq hissəsi kimi işlənsə də, 3 nitq hissəsi kimi işlənə bilmir fikir səhvdir. Yalnız qoşma kimi işlənir, düzdür. Fərqlənmə seçilmə mənasını ifadə edir, düzdür. Sonra amonim xüsusiyyətinə malik amonimlik xüsusiyyətinə malik deyil. Amonim xüsusiyyətinə malik deyil. İkisinə uyğun gəlməlidir burada. Deməli, bu da doğru olacaqdır. Ümumi qrammatik mənası olmayan sözlə amonim təşkil edir. Bu da səhvdir. Ötürü 3 müxtəlif nitq hissəsi kimi işlənmir. Yalnız qoşma kimi işlənir. Fərqlənmə seçilmə mənasını ifadə etmir. Amonim xüsusiyyətinə malik deyil. Ümumi qrammatik mənasının sözlə amonimlik təşkil eləyir. Daha sonra fərqlənmə ondan ötürü deməli daha sonra davam etsək, ümumi qrammatik mənası olmayan sözlə amonimlik təşkil edib. Bu fikir yanlışdır. Burada iki fikir doğru olduğu üçün testin doğru cavabı C bəndi olacaqdır. Kimi 3 müxtəlif nitq hissəsi kimi işlənir və amonimlik yaradır. Kimi qoşma kimi işlənir, kimi əvəzlik kimi işlənir. 3 müxtəlif köməkçi nitq hissəsi kimi daha doğrusu işlənə bilmir. Yalnız qoşma kimi işlənən fikri yanlışdır. Fərqlənmə məzmunu ifadə edir, səhvdir. Amonim xüsusiyyətinə malik deyil, səhvdir. Ümumi qrammatik mənası olmayan sözdə amonim təşkil edə bilir, doğrudur. Bir fikir doğrudur. Çünki isə bildiyim 3 müxtəlif nitq hissəsi kimi işlənə bilmir, qoşma kimi işlənmir, fərqlənmə məzmunu ifadə etmir. Amonim xüsusiyyətinə malik deyil. Ümumi qrammatik mənası olmayan sözdə amonim təşkil edir, fikir səhvdir. Burada da bir fikir olduğu üçün E variantını da doğru cavab kimi götürə bilmərik. Bütün hallar testimizin doğru cavabı C bəndi olacaqdır. 22 ilə davam edirik. Burada əgər cümlədə bir neçə həmcins üz olarsa və bağlayıcı yalnız son həmcins üzvlər arasında işlənə bilər. Bu fikir doğrudur. Qabağına da doğru yazıldığı üçün Emil, Elçin, Elşən və Emiliya gəlsin. Deməli, A variantını uyğunsuz fikir kimi götürə bilmərik. Qonaqlıq günü Ağcanın keyfi kök idi. Deməli, yoxsa qanı qara idi, yaxud qanı qara idi, yaxud bağlayıcı ilə sinonimdir. Fikir doğrudur, qabağına doğru yazılıbdır. Mahirin xətti, şəkil çəkməyi, bir də oxumağı mənim xoşuma gəlmir. Cümləsinə bağlayıcısı işlənmir. Fikir yanlışdır. Bir də burada bağlayıcıdır. Hətta oxumağı mənim xoşuma gəlmir. Bunun əvəz olunanda bağlayıcı olacaq. C bəndini götürə bilmərik burada. Deməli, indi heç nəyin əhəmiyyəti yox idi. Nə təsəllin, nə də göz yaşlarının cümləsindəki bağlayıcını dadə bağlayıcısı ilə əvəz etsə, cümlənin məzmununa xələl gəlməz. İndi heç nəyin əhəmiyyəti yox idi. Deməli, təsəllinin də, göz yaşlarının da, ona görə D variantı doğru olacaqdır. Qabağına doğru yazıldığı üçün D-ni götürmürük. Sağ şəkilçisi şərt məzmunu yaradır.
Onlardan sonra artılan dadə bağlayıcısı, sağdan sonra da artılan dadə bağlayıcı yox, ədəd olur. Ona görə bu fikir yanlışdır. Qabağına doğru yazıldığı üçün E bəndini biz uyğunsuz fikir kimi götürəcəyik. 23 ilə davam etmiş olacaq. Molla heç nə başa düşməsə də, Əşrəf Molla Qurbanın yanına elə çıxdı ki, güya babalarını görmək üçün tələsən, deməli, Tərlan uçub getdi. Həm bağlayıcı ilə amonim olan ədəd, həm də ədədlə amonim olan bağlayıcı işlənibdir. Molla heç nə başa düşməsə də, dadə, bağlayıcı ilə amonim olan ədad, deməli, Əşrəf Molla Qurbanın yanına elə çıxdı ki də burada ədədlə amonim olan bağlayıcıdır. Deməli, bir doğru cavabdır. Qoşmanın amonimliyi yoxdur, səbəb məzmununu ifadə edir. Qoşmanın amonimliyi yoxdur fikri. Amonimliyi yoxdur, səbəb məzmununu ifadə edir. Baxaq qoşmaya görmək üçün məqsəd məzmununu ifadə elədiyi üçün burada 2-ni götürmürük. 4 fərqli köməkçinin hissəsi işlənibdir. Dadə işlənibdir, 3-ün işlənibdir. Dadə işlənib, 3-ün işlənib, 2 işlənibdir. Bir də burada hansı köməkçinin hissəsi işlənibdir? Mən heç nə başa düşməsəm də Qurbanın yanına elə çıxdı ki, güya, bir də güya. Bəli, 4 dənə köməkçi fərqli nitq hissəsi işləndiyi üçün 3-ü götürə bilmərik. Ədədlə amonim təşkil edən əsas nitq hissəsi işlənməyibdir. Deməli, ədədlə amonim ilə əsas nitq hissəsi burada elə var. İşləndiyi üçün 4 yanlış olacaq. 1-4 A variantı testinin doğru cavabıdır. Nümunə ilə bağlı yanlış fikirləri müəyyən etməliyik. Mən bugün qadının incəsənət işlərində kişilərdən daha yüksəkdə durduğunu gözümlə gördüm. Elə bax bu müşahidələrimə görə məni lap gözdən salıblar. 2 fərqli nitq hissəsi, 2 fərqli köməkçi nitq hissəsi işlənib. Bütün köməkçi hissələri quruluşca sadədir. Kişilərdən daha yüksəkdə durduğunu gözümlə gördüm. Elə bax bu müşahidələrimə görə məni lap gözdən salıblar. Deməli, burada 2 fərqli köməkçi burada nə işlənibdir? Lap, elə, bax, daha ədəddir, lalə də qoşmadır. 2 fərqli nitq hissəsi işlənibdir. A variantı doğrudur. B-yə baxırıq. 4 ədəd işlənib, ikisi eyni məna növünə aiddir. Elə, bax, lap, daha 4 dənə ədəd işlənibdir. Daha-la lap qüvvətləndirici ədəddir. B bəndi də doğru cavab olacaqdır. 2 qoşma işlənib, ikisi də fərqli məna növündədir. Deməli, 2 qoşma işlənib, baxaq, mən bugün qadının incəsənət işlərində fikirlərinin daha yüksəkdə durduğunu gözümlə, lalə var, gördüm. Elə bax, bu müşahidələrimə görə, bəli, 2 dənə qoşma işlənib, ikisi də fərqli məna növündədir. Qoşmaların birinin amonimliyi var, ilənin amonimliyi var. Deməli, ona görə C variantı da doğrudur. Köməkçinin hissələrindən 3-ü amonimdir. Deməli, elə sözü amonimdir. Bax sözü amonimdir. Bir də lə burada amonimdir. D variantı ona görə doğrudur. Amonim qarşılıqların sinonimi var. Məsələn, elə sözünün amonim qarşılığı elə əvəzidir. Onun sinonimi var. Bax sözü feil kimi sinonimliyi var. Lalənin də bağlayıcı kimi sinonimliyi və ilə bağlayıcıdır. Qara hərflə verilmiş söz qüvvətləndirici funksiya daşıyır, zərflə amonimdir. Daha zərfi olmadığı üçün o zərflə amonimi təşkil edə bilmir. E variantı testinin doğru cavabıdır. Həm modal söz, həm də ara söz kimi işlənib. Söz cümlə kimi işlənə bilməyən sözü müəyyənləşdirir. Söz cümlə üzvlənməyən cümlədir. Sözsüz sözü söz cümlə kimi işlənir, əlbəttə də işlənir. Gərək sözü modal söz kimi işlənə bilmir. Həqiqətən sözü bu şərti ödəmir. Çünki bu da söz cümlə kimi işlənəcəkdir. Düzdür, modal söz kimi işlənir, ara söz kimi işlənir, amma cümlədə söz cümlə kimi işlənə bilməyəcək. Çünki bu cümlədə işlənərsə üzlənən olacaq. Düzdür desək ki, bu söz cümlə yox, şəxssiz cümlə olacaqdır. Ona görə C variantı testinin doğru cavabıdır. Müəllim dərs izah edərkən qoşma haqqında məlumat verin, onun qoşulduğu sözün sintaktik vəzifəsini dəyişə bildiyini izah edir. Müəllimin ifadə etdiyi fikrə uyğun olan variantı müəyyənləşdirməliyik burada. Bakıdan Moskvaya qədər qatar 2 günlük yolu sürətlə getdi. Nə etdi? Getdi. Bakıdan Moskvaya qədər
Burada zəiflik məzmunu ifadə eləyir. Hara, Moskvaya bu qədərə çıxsaq yenə zəiflik olacaq. Hər iki halda zəiflik olduğu üçün A bəndini götürmürük. Deməli, yenə də ağır-ağır amma zəhmətlə stoluma yaxınlaşdı. Sağ əlini sırıqlı pencəyin içərisindən çıxartdı və evə doğru meyilləndi. Meyilləndi hara? Evə doğru. Doğrunu buradan çıxarsaq, meyilləndi hara? Evə. Yenə də zəiflik olacaqdı. Səni görən kimi qəlbim sevincindən çırpınırdı. Nə dedi? Qəlbim çırpınırdı. Nə zaman? Səni görən kimi. Kimini çıxarsaq, səni görən qəlbim sevincindən çırpınır. Çırpınırdı nə qəlbim? Hansı qəlbim? Səni görən. Deməli, kimi olduqda zəiflik olacaqdı bütövlükdə. Kimi olmadıqda isə təyin kimi işləndiyi üçün C variantı həqiqətən də burada qoşma qoşulduğu sözün burada sintaktik vəzifəsini, cümlə üzvü vəzifəsini dəyişib. Burada da şəhərə tərəf yönəldi. Yönəldi hara? Şəhərə. Hara? Şəhərə tərəf. Çıxarsaq da, çıxarmasaq da zəiflikdir. Günəş üfüqə doğru əyiləndə bu adam artıq burada ümumiyyətlə cümlə qoşmalı söz cümlə üzvü olmadığı üçün E variantına baxmırıq. Çünki üfüqə doğru əyiləndə bütövlükdə fe'li bağlama tərkibinin daxilindədir. 27-dən davam edirik. Doğru ehtimal, yanlış fikirləri müəyyən etməliyik. Daha doğrusu fikirlərin sayını müəyyən etməliyik. Ay sona, neçə vaxtdır yığıram, bircə səni görməyə gəlim cümləsində köməkçilik hissələrinin amonim xüsusiyyəti yoxdur. Ha sözü amonimdir, ay sözü amonimdir. Burada da yoxdur dediyi üçün biri götürmürük. İlə bağlayıcısı tabesi mürəkkəb cümlələri bir-birinə bağlaya bilmədiyi üçün iştirak etdiyi cümlə mütləq həmcins söz işlənir. 2 yanlışdır, həmcins söz işlənə bilməyə bilər burada. Məsələn, deyirsən ki, Emil ilə Elçin gələndə yatmışdım. Burada bağlayıcı ilə bağlayıcı var, amma həmcins söz yoxdur. Ona görə 2 yanlışdır, doğrunun altına götürülə bilməz. Ki ədat kimi işləndikdə ondan sonra vergül qoyulmur. Bu ehtimaldır. Sən ki məncə gözəl deyildin, burada qoyulur. Sən ki gözəl deyildin, burada qoyulmur. 3'ü götürdüyü ehtimal kimi. Yəni sözü leksik amonimliyi olmasa da qrammatik amonimlik daşıyan sözdür. 4. Deməli, yəni sözünün qrammatik amonimliyi var, amma leksik amonimliyi yoxdur. Bu doğrudur, ehtimalın altına yazıla bilməz. Tabesizlik bağlayıcısı tabeli mürəkkəb cümlələrin tərkibində işlənə bilsə də, tabelik bağlayıcısı tabesi mürəkkəb cümlənin sadə cümlənin tərkibində işlənə bilmir. Deməli, bu fikir doğrudur, ona görə 5'i yanlışın altına götürə bilmirik. Ki, belə ki, bağlayıcılarından yalnız sonra vergül qoyulur. 6 yanlışdır, çünki belə ki, bağlayıcısının hər iki tərəfindən cümlədə vergül qoyulur. 3, 6, 2 fikir doğru olduğu üçün testin doğru cavabı B bəndidir. 28-dən davam edirik. Deyir, doğru və yanlış olma baxımından biri digərlərindən fərqlənəcəkdir. Nadirin istirabını görməyib rahatca öz söhbətinə davam etdir. Cümləsində ca ədatdır. Bu fikir doğrudur. Burada deyir, ca zərf düzəldən şəkildir. Fransızca bu da doğrudur. Məncə ca deyir qoşmadır. Bəli, əvəzi üstə gəlsin qoşmadır. Burada da doğrudur. Biraz sonra dizinin üstündə huşunun getdiyini gördükdə Zeynəb Mayanın ehmalca, ca burada ədatdır, burada deyir zərfdir, amma görə bu səhvdir. Muzdur, burada deyir ca ədatdır, baxaq görək, xırdaca sözünə bəli qüvvətləndirmə mənzumunu ifadə edən ədatdır, doğrudur. Hamısı doğru, D variantı yanlış olduğu üçün 28'də testin doğru cavabı D bəndi. 29'dan davam edirik. Kifayət qədər maraqlı testlərdən biridir. Nümunədə həm ədat, həm də ədatla amonim olan söz işlənibdir. Qoyunun mədəsinə toxumdan kiçik bir ədatı var. Qurt çıxır ki də ədatla amonim olan bağlayıcıdır. A doğrudur, ona görə götürmürük, bizə yanlış fikir lazımdır. Nümunədəki qoşmaların heç birinin yəlik hallı isimlə qoşula bilmir. Deməli, bağırsağı deşib qan damarına girib qan ilə bu yəlik hallı isimlə işlənmir, əvəzliklə işlənir. İlə belə gedib qoyunun beyninə yetişir. Oradan barama qurdu kimi də yenə də yəlik hallı isimlə işlənə bilmir. Yəlik hallı əvəzliklə işlənə bilir. Ona görə B variantı doğrudur. Nümunədə 4 köməkçinin nitq hissəsi işlənib. Onlardan yalnız biri ədatdır. Bir ədatdır,
demək ki, bağlayıcıdır, ilə qoşmadır. Başqa baxaq görək, belə gedib qoyunun beyninə yerişir. Oradan barama qurdu kimi də qoşmadır. 4 köməkçi hissə işlənib, onlardan ancaq bir sözü deməli ədaddır. Ona görə C bəndi doğrudur. Köməkçi hissə amonimliyi olsa da heç birinin sinonimliyi yoxdur. Bu fikir yanlışdır. Kimi sözü qurd kimi özünə deməli ətdən barama düzəldir. Qurd tək. Məsələn, kimi sözünün amonimliyi var və yaxud da sinonimliyi var və yaxud da ki, bağlayıcının amonimliyi var. Ona görə D variantı yanlış olacaqdır. Testin doğru cavabıdır. Nümunədə bağlayıcı sadə cümlənin tərəflərində işlənməsə də amonimi həm sadə, həm də mürəkkəb cümlənin tərkibində işlənə bilir. Ki, ədad kimi həm mürəkkəb, həm sadə cümlənin tərkibində işlənir, amma bağlayıcı kimi yalnız mürəkkəb cümlənin tərkibində işləndiyi üçün E bəndində biz doğru cavab kimi götürə bilmərik. Ədadın 3 fərqli məna növündə işlənə bilən sözü müəyyənləşdirin. Burada bircə ədad olacaqdır, məhdudlaşdırıcı ədad. Bircə mən deməli gəlsəydi, bircə sən bilirsən bunu, arzu ədad kimi bircə bunu həll etsəydi, bir də bircə tez ol qüvvətləndirici ədad kimi işlənir. Testin doğru cavabı B bəndidir. Bu yaşıl üzlü testdən köməkçi hissələrinin birinci hissəsini izah edir. Dostlar, növbəti izahda görüşərik. Salamat qalın.